İlin başa çatmasına 2 gün qalır. Abonentləri təbii olaraq qaz limitlərinin nə vaxt yenilənəcəyi maraqlandırır. Bu saat.az məlumat verir ki, Azərqaz İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bakı vaxt.az-a açıqlamasında qeyd edib ki, hər il olduğu kimi bu ildə smart kart tipli sayğacılar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik olaraq yenilənəcək. Mexaniki sayğacılarda isə bu proses bir neçə gün davam edə bilər. Vəliyev əlavə edib ki, bu sıfırlanma deyil. Bunun adı limitlərin yenilənməsidir. Abonentlər elə bilirlər ki, yanvarın ilk günlərində sayğacılarında olan rəqəmlər sıfırlanacaq. Yəni bu sıfırlanma deyil, yenilənmədir. O əlavə edib ki, yanvarın 6-7-sindən sonra abonentlər alacaqları qazı 1200 kubmetrli limitlə əldə edəcəklər. Bu isə 12,5 qəpik deməkdir. Abonentlər hər istifadə etdikləri qazın 1 kubmetrinə görə 12,5 qəpik ödəyirlər. Limit keçildikdən sonra isə 2500 kuba qədər istifadə olunan qazın hər kubmetrinə görə abonent 22 qəpik ödəyir. 2500 kubmetr keçdikdən sonra isə 30 qəpikdən hesablanır.